bu dövrün idarə etmə üsulunu və xalqın rəyini soruşmadan həyata keçirilən radikal qərarlara əsas gətirirlər. Atatürk dövrünün ən çox tənqid olunan tərəfi şübhəsiz ki, din sahəsindəki türkçələşdirmə siyasətidir. 1932-ci ildə azanın əslində uzaqlaşdırılaraq türk dilində oxunması əmri verildi. Müsəlmanlar üçün namaza çağırışın beynəlxalq və müqəddəs dilinin dəyişdirilməsi dindarlar arasında dərin yaralar açdı. Tanrı uludur ifadəsi Allahu Ekber kəlməsinin yerini tuta bilmədi və bu ibadətə dövlət müdaxiləsi kimi yadda qaldı. Bundan əlavə ibadətin bütün sahələrində türkçənin məcburi edilməsi cəhdləri xalq tərəfindən İslam'a vurulan zərbə kimi qiymətləndirildi. Tənqidçilər iddia edirlər ki, bu islahatların məqsədi xalqın dini daha yaxşı başa düşməsi deyil, dini milli bir qəlibə salaraq onun qlobal və ilahi mahiyyətini zəiflətmək idi. Quran tərcümələrinin paylanması və dində reform cəhdləri də eyni şübhə ilə qarşılanır. Bu dini saflaşdırmaq idi, yoxsa onu dövlətin nəzarəti altına alıb təsirsiz hala gətirmək? Bugünkü mühafizəkar kütlənin Atatürk'ə qarşı məsafəli durmasının ən böyük səbəbi məhz bu dində radikal milliyyətçilik siyasətidir. Atatürk'ün 1936-cı ildə yazdığı Geometriya kitabı onun elmi tərəfini göstərən bir nümunə kimi təqdim olunur. Lakin bu məsələnin digər tərəfi dil inqilabı ilə bağlıdır. Ərəb və fars mənşəli bütün elmi terminlərin lüğətdən çıxarılması və yerinə süni şəkildə yaradılmış sözlərin gətirilməsi bir gecədə 1000 illik elmi irsin anlaşılmaz hala gəlməsinə səbəb oldu. Geometriya kitabında təqdim olunan üçgən açı kimi sözlər bəlkə bugün bizə sadə gəlir, lakin o dövrdə